Birinci olaraq sensor inkişafdan ən əsası sensor təcrübə haqqında sizlərə məlumat vermək istəyirəm ki, sensor təcrübə nədir? Hansı yaş aralığını əhatə edir? Burada nə kimi fəaliyyətlər var? Sensor təcrübə 0-2 yaşı əhatə edir və sensor təcrübə bir növ bizim əyani əməli təfəkkürlə çox bənzəyir. Amma sensor təcrübə tapma yöntəmimiz nədir? Bir növ sensor təcrübəni testlərdə tapmaq istəyirsinizsə, burada uşaq hiss orqanları vasitəsilə təcrübələr toplayacaq. Təcrübə nə deməkdir, müəllimələr? Təcrübə bu deməkdir ki, uşaq kəşf etsin, duysun, uşaq tanısın. Uşaq tanımağın, duymağın əsasında bir növ onu qavraya bilsin. Bu adlanır sensor təcrübə. Və elə buna görə də sensor təcrübənin yaş dönəmi 0-2 yaş dönəmidir. Uşaq tək oyun dönəmində daha çox sensor təcrübədən istifadə edir. Ona görə də sensor təcrübənin yaş dönəmi ilə bizim tək oyun dönəmimiz olan 0-2 yaş üst-üstə düşür. Burada bir növ sensor təcrübədə müəllimənin rolu yoxdur. Yəni, sensor təcrübə sadəcə uşağın fəaliyyətinə əsaslanır. Yəni, burada nə müəllimənin rolu olmur, nə heç bir metodik dəstək olmur, nə heç bir inkişaf yönümlü təlim proqramı olmur və uşaq özü üçün gəzir, tanıyır, duyur və onun əsasında başlayır qavramağa. Və buna görə də bir növ sensor təcrübə uşağın özünə əsaslanır. Yəni, burada uşaq əsasdır. Burada artıq bir növ müəllimənin üzərinə necə deyim, evdə valideynin, bağçada müəllimənin üzərinə bir öhdəlik düşür ki, uşağın duyması, qavraması üçün şərait yaratsın. Necə bir şərait? Məsəl üçün, yunu qoysun, ipi qoysun, bir növ ortamda elə bir şərait yaratsın ki, uşaq materialları kəşf edə bilsin. Bilsin ki, bu yundur, bu bərkdir, bu soyuqdur, bu istidir. Yəni, uşaq duyğu orqanları vasitəsilə yumşağı, bərki bir növ qavraya bilsin. Onlar haqqında təcrübə toplaya bilsin. Bu bizim sensor təcrübəmizdir. Və sensor təcrübədə istifadə olunan psixoproseslər duyğu və qavrayışın vəhdətini təşkil edir. Deməli, sensor təcrübədə biz hansı psixoproseslərdən istifadə edirik? Duyğudan və qavrayışdan. Bir də duyğu və qavrayışda bir-biri ilə çox asılıdır, sintez təşkil edir. Çünki insan duymazsa qavraya bilməz. Tutaq ki, qrup otağında bir uşaq var, Ayxan adında. Ayxan toxunmasa, onu hiss etməsə, o bilməz ki, bu meyvədir. Və yaxud da biz elə müəllimələrdən götürək. Məsəl üçün, biz bilmiriksə, biz məsəl üçün tanımadığımız bir meyvədir və gətirib qoyublar onu masanın üzərinə. Mən onu tanımaq üçün nə edəcəm? Əvvəlcə yaxınlaşacağam, bir baxacağam, sonra əlimi alacağam, toxunacağam, görüm bu nəyə bənzəyir, nəyə oxşuyur. Daha sonra onu tanıdıqdan sonra başlayacağam qavramağa ki, bu nədir? Baxın, uşaqlar üçün də bu belədir. Yəni, birinci olaraq uşaq duyur, duymanın əsasında da qavrayır və qavramadan sonra da artıq uşaqda təfəkkür formalaşır və duymaqla qavramaq, həmçinin də qavramaqla təfəkkür psixoprosesi bir-biri ilə vəhdətdir. Çünki mən qavramadığım bir şey haqqında təfəkkürümdən istifadə edə bilmərəm. Təfəkkür nədir? Təfəkkür budur ki, mən məsəl üçün artıq almanla armudu qavramışam və indi də onların arasındakı o fərqi, oxşarlığı, bir növ bənzərliyi tapa bilirəm. Təfəkkür budur. Amma qavramaq isə mən bu gün məsəl üçün metodikanı qavradım, mən pedaqogikanı qavradım. Amma təfəkkürüm sayəsində mən artıq onların həm fərqli cəhətlərini, həm də oxşar cəhətlərini bir növ analiz edə bilirəm. Təfəkkür budur. Deməli, hər birindən daha üstünü təfəkkürdür. Daha sonra buradan mən keçdim psixoproseslərə, sensor təcrübə qaldı. Sensor təcrübədə bizim hissi hərəki fəaliyyətimiz də əsasdır. Yəni, hiss etmənin, toxunmadır. Bunların hamısının əsasında bizdə birinci olaraq, məsəl üçün, testdə deyəcək ki, sensor təcrübə dönəmində daddır, qoxudur, önəmlidir. Amma toxunma psixoprosesi sensor təcrübə dönəmində yoxdur. Bu yanlışdır. Çünki mən toxunmasam necə duyum? Necə təcrübə aparım? Yəni, bu kimi testlər görəndə bilin ki, sensor təcrübə dönəmində necə ki, dadmaq, qoxlamaq, görməyin önəmli olduğu qədər mənim ona toxunmağım da vacibdir.
Bu belə. Daha sonra sensor təcrübə ilə birbaşa olaraq kiçik motor bacarığın inkişafıdır. Yəni hissərəki fəaliyyət burada mütləqdir. Hissi sözü yalnız və yalnız körpələr qrupunda var. Yəni hissi sözünü gördünüzsə, rahatlıqla bilin ki, nə bu orta qrupda olmayacaq, nə böyük qrupda olmayacaq, nə də məktəbə hazırlıqda heç zaman hissi sözünə rast gələ bilməzsiniz. Hissi sözü ilə hərəki sözü birləşəndə bir növ bizim sensor təcrübəmizi əmələ gətirir. Yəni sensor təcrübə hissi və bir növ hərəki sözünün sintezinin əsasında yaranır. Sensor təcrübə ilə əyani əməli təfəkkürümüzün də, yəni əyani əməli fəaliyyətimizin də bir növ oxşar cəhətləri də var. Amma fərqli cəhətləri də var. Bu nədir? Belə düşünək ki, müəllimələr, mən sensor təcrübə aparmağım üçün birinci olaraq mən toxunacağam, düzdürmü? Onu dərk edəcəm, qavrayacağam və daha sonra onun əsasında nələrsə yaradacağam. Yəni sensor təcrübə birinci gəlir. Testdə ola bilər ki, versin sensor təcrübə, əyani əməli fəaliyyət, daha sonra verə bilər sensor etalon, əyani obrazlı təfəkkür. İndi birazdan onlara da aydınlıq gətirəcəm. Amma belə yadınızda qalsın. Birinci olaraq uşaqda sensor təcrübə getməlidir ki, sensor təcrübənin əsasında da əyani əməli fəaliyyət başlasın. Çünki niyə görə bunu deyirəm? Məsəl üçün uşaq hər hansısa bir məhsulu ortaya çıxarması üçün, ev tikməsi üçün, plastilindən nəyisə hazırlaması üçün əvvəlcə olaraq uşağın ona toxunması lazımdır. Toxunsun, hiss etsin, qavrasın və onun əsasında da daha sonra keçsin onu yaratmağa, qurumağa, tikməyə. Ona görə də deyirik ki, birinci sensor təcrübə, onun ardınca isə bir növ əyani əməli fəaliyyət gəlir. Bu da belə, bunu da yadınızda saxlayarsınız. Daha sonra hər ikisinin ortaq cəhəti bəs nədir? Əyani əməli fəaliyyətlə sensor təcrübənin ortaq cəhəti isə materialların hər ikisində rolu böyükdür. Yəni material olmasa nə sensor təcrübəni apara bilmərik, nə də əyani əməli fəaliyyət apara bilmərik. Amma bir növ burada bir şey var ki, sadəcə olaraq planlı və motor fəaliyyətin icrası qavranılan məlumatın nəticəsində olduğu üçün əyani əməli fəaliyyət sensor təcrübənin üzərində qurulub. Yəni bir iyarxiya olaraq desək, bayaq dediyim kimi birinci olaraq sensor təcrübə, ikinci olaraq isə əyani əməli fəaliyyət gələcəkdir. Bu bizim sensor təcrübəmiz. İnanıram ki, artıq sensor təcrübəni rahatlıqla testlərdə tapacaqsınız. İkinci sensor tərbiyəmizdir ki, sensor tərbiyədə 2-3 yaş əhatə edir və burada adı üstündə bir tərbiyə var. Yəni tərbiyə odur ki, tərbiyəçi uşağa tərbiyə versin, onu tərbiyə etsin. Yəni bir uşaq özü-özünə tərbiyə oluna bilərmi? Əlbəttə ki, xeyr. Çünki o körpədir, hələ onun 2-3 yaşı var. O necə öz-özünə tərbiyə olsun, necə onda tərbiyə prosesi baş versin. Ona görə də sensor tərbiyə, sensor təcrübədən fərqli olaraq bir metodik yanaşma tələb edir, bir inkişaf yönümlü yanaşma tələb edir, bir strukturlaşmış model tələb edir. Yəni burada artıq tərbiyəçinin bir üslubu olmalıdır. Burada tərbiyəçinin bir pedaqoji ustalığı olmalıdır. Burada müəllimin konstruktiv qabiliyyəti olmalıdır. Məsələn, uşaq sensor təcrübədə özü ətraf mühiti xarakterizə edir. Amma sensor tərbiyədə müəllim onu tanıdır. Müəllim öyrədir. Müəllim təlim fəaliyyəti keçir. Məsələn, sensor tərbiyə məşğələsi bir növ sensor təcrübə üçün deyil. Elə sensor tərbiyə üçündür. Başa düşdünüz nə demək istəyirəm? Yəni sensor təcrübə uşaq üçündür, amma sensor tərbiyə müəllimənin fəaliyyətinə əsaslanır ki, müəllimə etsin onu. Ona görə də deyirik ki, sensor tərbiyədə müəllimənin fəaliyyəti əsasdır. Və burada uşağın qavrayışı daha yaxşı inkişaf etdirməlidir tərbiyəçi. Yəni bunu bilərəkdən etməlidir tərbiyəçi. Uşağı düzgün şəkildə motor inkişafına yönləndirməlidir. Uşaqda düzgün əzələ koordinasiyasını formalaşdırmalıdır. Uşaqda duyğusal inkişafı formalaşdırmalıdır və bütün bunları tənzimləməlidir. Bu sensor tərbiyədir. Yəni sensor tərbiyə ilə bir növ müəllimə, bir şeydə ki, sualda ki, müəllimənin, tərbiyəçinin adı öndə gəlirsə, bilin ki, bu sensor tərbiyədir. Yəni, deyəcək ki, tərbiyəçi uşağa filan, məsəl üçün, uşağı inkişaf etdirmək üçün filan fəaliyyətlər təqdim edir. Bilin ki, bu sensor tərbiyədir. Amma sensor təcrübə uşağın özünə fəaliyyətinə əsaslanır. Keçirik sensor mədəniyyətə.
Sensor mədəniyyət 4-5 yaş əhatə edir. Bunların heç bir kitabda yoxdur. Qeyd edim ki, müəllimələr, kitabda sadəcə olaraq o yamsılama oyunu, konusvari piramida filan var. Amma artıq imtahanlarda bu tipli görəcəksiniz. Situasiya tipli. Yeniliklər budur. Yəni bunları bildikdən sonra imtahan mərhələsində situasiya tipli testləri rahatlıqla həll edə biləcəksiniz. Sensor mədəniyyət isə bizim 4-5 yaş, yəni böyük qrupu əhatə edir. Burada bir mədəniyyət var. Necə ki, sensor tərbiyədə tərbiyə var idi, burada da bir mədəniyyət var. Mədəniyyət olan şeydə də bir incəsənətin xarakteristikası var. Yəni, sensor mədəniyyətdə uşaq nə edəcək? Uşaq o sistematik məşq etdirməsi deyir. Baxın, bunu mən sadə dildə sizə necə izah edim. Artıq sensor mədəniyyətdə uşaq musiqini duyacaq və musiqi zövqü uşaqda formalaşacaq. Rəng zövqü uşaqda formalaşacaq. Məsələn, uşaq artıq hansı geyim qəşəngdir, hansı geyim bir növ pisdir, hansı daha gözəldir, onu tələb edəcək. Hansı yemək daha dadlıdır, onu tələb edəcək. Bir növ insanlarda da o gözəlliyi duya biləcək. Məsəl üçün, artıq uşaq biləcək ki, gözəl insan necə olur, bir növ çirkin insan necə olur. Yəni, artıq uşaq bir növ o kamilləşmə deyirik, o artıq gözəli, pisi, yaxşını seçə biləcək. Buna görə də sensor mədəniyyət budur. Yəni, uşaq biləcək ki, kim qəşəngdir, kim gözəldir, musiqinin hansı qəşəngdir, hansı gözəldir, tortun belə ən gözəlini seçəcək. O dondurma, uşaqların yayda ən sevdiyi şey dondurmadır, onun belə ən dadlısını, ən gözəlini seçəcək. Və bütün bunlar onda bir növ duyğu orqanlarının gözəl inkişafını dəstəkləyəcək ki, artıq uşaq bunun əsasında hər bir şeyin ən yaxşısını, ən gözəlini tələb edir. Baxın, bu da sensor mədəniyyətdir. Daha sonra keçid edirik sensor etalona. Sensor etalonumuz bizim 5-6 yaş əhatə edir. Necə ki, biz sensor təcrübəni əyani əməli fəaliyyətlə əlaqələndirmişdik. Sensor etalonu da biz əyani obrazlı təfəkkürlə oxşadacağıq. Amma fərqləri var. Yəni, bir-biri ilə eyni anlayışlı demək olar. Amma belə ki, sensor etalonu tapırsınızsa, əyani obrazlı təfəkkür tapacaqsınız. Və yaxud da tam əksi. Sensor etalonu tapacaqsınızsa, əyani obrazını tapacaqsınız. Əyani obrazını tapanda sensor etalonu tapacaqsınız. Burada artıq uşaqda formadır, rəngdir, həcmdir, bir növ öz baxış bucağını təyin edə biləcək. Məsələn, bilir ki, artıq deyəndə ki, məsəl ki, mən bir neçə əlamətinə görə əşyanı sadalayacağam. Tutaq ki, qarpız olsun. O nədir ki, yumrudur, üzərində xətlər var, yaşıl rəngdədir və yaxud da limonun özünü sadalayım. O nədir ki, oval formasındadır, rəngi sarıdır, dadı turşdur. Artıq uşaq onu bir növ neyniyəcək? Əyani obrazlı təfəkkürün sayəsində onu beynində canlandıracaq və o formanı görmədən, o dadı bir növ dadmadan artıq onu beynində yarada biləcək. Deyəcəm ki, o nədir? O artıq avtomatik olaraq deyəcək ki, bu limondur. Nəyin əsasında? Artıq bu uşaqda sensor etalon var. Yəni, bir növ artıq sensor etalonla birlikdə onda əyani obrazlı təfəkkür də inkişaf olacaq. Buradan da belə bir nəticəyə gələ bilərik ki, sensor etalon formalaşır, sonra əyani obrazlı təfəkkür, yoxsa əyani obrazlı təfəkkür formalaşır, sonra sensor etalon. Əlbəttə ki, birinci olaraq uşaqda sensor etalon formalaşır. Yəni, uşaq bilir ki, məsəl üçün, mən deyirəm, bu üçbucaqdır, əvvəl onu tanıdıram. Daha sonra artıq o üçbucaq olmasa belə, mən deyəndə ki, o nədir ki, onun 3 dənə bucağı var, uşaq avtomatik beynində canlandırır. Yəni, əyani obrazlı təfəkküründə artıq onu bir növ canlandırır və deyir ki, o bu üçbucaq figurudur. Nəyin əsasında? Sensor etalonun sayəsində, bəli, Humay müəllimə, hamı tərəfindən qəbul olunmuş fikri, standartı artıq sensor etalon da budur. Deməli, burada necə oldu? Birinci olaraq uşaqda sensor etalon formalaşır, ardıca da yəni obrazlı təfəkkür. Artıq sensor etalona yiyələnəndən sonra da uşaq formadır, ölçüdür, rəngdir, bir növ sən demədən onu beynində obrazlaşdıra bilir. Və bu da aid olur bizim sensor, daha doğrusu bu da aid olur bizim əyani obrazlı təfəkkürümüzə. Buradan da belə bir şey başa düşürük ki, müəllimələr, əgər bir uşaqda
sensor inkişaf getməsə, onda təfəkkürün növləri də inkişaf etməyəcək. Yəni, bir uşağın təfəkkürünün inkişafının getməsi üçün onda sensor inkişafın getməsi mütləq və mütləq vacibdir. Bu belə, bu bizim sensor inkişafımız. Bura qədər sualınız varsa verə bilərsiniz. Buyurun. Sualı olan varsa versin, səs açıb. Başa düşmədiyiniz, qaranlıq qalan bir hissə varmı müəllimələr? Çox gözəl başa salırsınız. Müəllimə, Bəli. müəllimə, sensor mədəniyyətdə dediniz, duyğu orqanları inkişaf edir. Aha. Yəni sistematik məşq etdirir Sonra- artıq duyğu orqanlarını sistematik formada məşq etdirərək uşaq bir növ hər şeyin ən yaxşısını, ən gözəlini, ən qəşəngini, ən dadlısını artıq istəyir. Bu sensor mədəniyyətdir. Müəllimə, sensor təcrübə də uşaq artıq toxunaraq, Bəli. orada dediniz, yox, orada psixi proseslərdən Duyğu və qavrayış əsasdır. qavrayış, hafizə, Yox, Hafizə. hafizə yoxdur. 0-2 yaşda hələ hafizə bir o qədər üstünlük təşkil etmir. Sadəcə duyma və qavrama psixi prosesi öndə olur. Uşaq duyur, əllə toxunur, tutaq ki, bir soba olsun. Gedir sobaya, hələ yəni bir növ sobanı ilk dəfə görür və gedir sobaya yaxınlaşır. Əlini vurur ona, görür ki, bu istidir. Artıq o istini o qavrayır. Gələn səfər artıq sobaya əl uzatmır. Nəyin əsasında? Duydu və qavradı. Aydın oldu müəllimə? aha, bəli, müəllimə. Bu sensor təcrübədir. Müəllimə, belə mən bu mövzu barədə testləriniz varmı? Yəni dərs zamanı eləyərdik, elə bir şey şəraitimiz olsaydı. Bizim üçün Əslində yaratsaydınız. testlərimi paylaşmıram. Yəni- Amma dərsdən sonra belə Telegramda Yəni- və yaxud da WhatsApp formasında orada paylaşaram. Yəni özüm yazıb, yazılı formada, anket formasında paylaşaram, taparsınız. Və yaxud da elə sizə suallar oxuyum. Görüm indi mənim izahımdan sonra tapa biləcəksinizmi? Bir dəqiqə. Hə, müəllimə zəhmət olmasın. Yaxşı, bir dəqiqə oxuyacağam indi. Hazırlamışdım ödənişli qrupum üçün. İndi oxuyacağam sizlər üçün də bir dəqiqə. Hə. Deməli, birinci sualım belədir. Uşaq müxtəlif materiallardan yumşaq, sərt, kobud hazırlanmış əşyaları toxunaraq hiss edir və onları fərqləndirir. Bu zaman uşaqda hansı sensor inkişaf gedir? A variantı sensor təcrübə, B variantı sensor tərbiyə, C sensor etalon, D sensor mədəniyyət. Müəllimə, A variantı. burada toxunmadır da. Bəli, deməli onda sensor Toxunursa təcrübə. təcrübədir. Yəni müəllimə sensor Bəli, bu olacaq sensor təcrübə. Yaxşı. Toxunma. Deyəcəm ki, uşaq fərqli səsləri tanıyır və musiqi ritmlərini ayırd edir. Harmoniya haqqında ilkin anlayışlar formalaşdırır. Müəllimə, dediniz bayaq mədəniyyətdə uşaqda incə bəli. sənət formalaşır da, sistematik. Bəli, bu artıq Bu da sensor sensor mədəniyyətdir. Bəli, mədəniyyət. düzdür. Daha sonra uşaq təbiət gəzintisində müxtəlif toxunuş, qoxu və səsləri hiss edir və bunları ətraf mühitlə əlaqələndirir. Toxunur. Mən toxunursa, Mən rəngi toxunursa ki, bəli, sensor- təcrübədir. Sensor sıfır- təcrübədir. 0-2 yaş. 0-2 Aha. təcrübə. Desəm ki, uşaq müxtəlif ölçülür və rəngli obyektləri düzgün ardıcıllıqla düzür. Məsələn, ən kiçikdən ən böyüyə. Mən bu sensor etalondur. Aha, bəli, sensor etalondur, düzdür. Tərbiyəçi uşaqlara rənglər, formalar və ölçülər haqqında biliklər öyrədir. Və bu bilikləri uşaqların hiss etmə qabiliyyətinə əsaslandırır. Bu nə olar? Bu nə olar? Bu da tərbiyəçi gəlirsə öndə, bayaq nə dedim? Sensor tərbiyə. Tərbiyəçi edir da, tərbiyəçi aşılayır uşağa. Təbiət Bəli, sevirsə sensor tərbiyədir. Sensor tərbiyə müəllimə. Bəli, artıq burada sensor tərbiyə. Bəli, çünki tərbiyəçi dedim. Dedim ki, tərbiyəçi uşaqlara rənglər, formalar və ölçülər haqqında biliklər öyrədir və bu biliklər uşaqların hiss etmə qabiliyyətinə əsaslanır. Burada artıq sensor tərbiyədir.
və sensor tərbiyə də 2-3 yaşı əhatə edir. Bunları bilsəz, yəni kifayətdir düşünürəm ki. Çünki faktoloji inanmıram. Yəni artıq MİQ olsun, sertifikasiya olsun, sadəcə belə suallarla verə bilərlər ki, siz də rahatlıqla bu izahımdan sonra inanıram ki, tapacaqsınız. Daha sonra keçək müəllimənin peşə qabiliyyətləri haqqında da məlumat verim sizə. Ümumiyyətlə bir şey deyim ki, o suqesti filan testlərdə görəndə onlar imtahana düşmür. Çünki onlar müsahibə mərhələsində sadəcə müəllimlərə ünvanlanan suallardır. Bizim imtahana düşə biləcək 4 dənə bacarığımız var. Bunları da indi mən qeyd edəcəm. Birincisi bizim konstruktiv bacarığımızdır. İkincisi kommunikativ, üçüncüsü qnostik, dördüncüsü də təşkilatçılıqdır. Bunlardan birincisi konstruktiv bacarıq müəllimədən metodikanı tələb edir. Yəni metodik hissəni. Metodik hissəmizdə də nələr var idi? Metodik hissəmizdə alt standart, məzmun standartları, məqsəd, ümumi təlim nəticəsi, daha sonra düzgün təşkil olunmuş planlaşdırma, qiymətləndirmə meyarı, bunlar hamısı, bir də inteqrasiya. Yadıma düşdüklərini deyirəm. Məsəl üçün, deyəcək ki, müəllimə məşğələ zamanı üfüqi inteqrasiyadan istifadə edir. Bu müəllimənin hansı bacarığıdır? Bu müəllimənin konstruktiv bacarığıdır. Harda alt standart, harda təlim nəticəsi, harda ümumi təlim nəticəsi, harda planlaşdırma, harda qiymətləndirmə meyarını gördünüzsə, bilin ki, bu müəllimin konstruktiv bacarığıdır. Və həmçinin konstruktiv bacarıqda müəllimə təlim-tərbiyə materialını qarşıya qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilir, sistemləşdirə bilir, uşaqların imkanlarına həmçinin uyğunlaşdıra bilir və uşaqlar tərəfindən də yol verilə biləcək səhvləri uşağın müəyyən situasiyalarda özünü necə aparacağını əvvəlcədən görə bilmək bacarığına sahib olur. Bu müəllimənin konstruktiv bacarığıdır. Həmçinin müəllimə maddi-texniki bazanı da möhkəmləndirmək bacarığına da malik olur. Yəni bir növ planlı, proqramlı müəllimə deyək biz konstruktiv bacarığı olan müəlliməyə ki, həmin müəllimə bir növ ən çətin tipli suallar bunlar, yəni situasiyada belə veriləcək ki, müəllimə yaş qrupu üçün ümumi təlim nəticəsini düzgün şəkildə, uşaqlara müvafiq şəkildə yerinə yetirir. Bu zaman müəllimənin hansı bacarığıdır? Bu olacaq müəllimin konstruktiv. Yəni metodik hissəni gördünüzsə, rahatlıqla müəllimənin konstruktiv bacarığını seçə bilərsiniz. Kommunikativ bacarığı situasiya şəklində deyim. Kommunikasiya bizdən əməkdaşlıq tələb edir, ünsiyyət tələb edir, uşağın qəlbinə yol tapa bilmək tələb edir, özümüzü onlara sevdirə bilmək bacarığını bizdən tələb edir. Valideynlə, ictimaiyyətlə ümumi dil tapa bilməyi bizdən tələb edir. Pedaqoji mərifətə sahib olmağımızı bizdən tələb edir. Yeri gələndə gülək, yeri gələndə hisslənək, yeri gələndə ən belə çətin vəziyyətdə belə, ən ağır vəziyyətdə belə oradan bir növ düzgün tərbiyə yolunu seçə bilək. Kommunikativ bacarığa belə bir situasiya tipli misal göstərim ki, sizə bir valideyn olsun, çox acıqlı, hissli bir şəkildə qrup otağına daxil olur və müəlliməyə öz iradlarını bildirir. Müəllimə isə onu çox mədəni şəkildə, nəzakətli şəkildə dinləyir və həmin valideynin qəlbinə yol tapa bilir. Onu bir növ oradan razı yola sala bilir. Bu artıq müəllimənin kommunikativ bacarığıdır. Daha sonra müəllimənin qnostik bacarığı var. Qnostik bacarığı isə müəllimədən bir növ yenilik tələb edir. Bizim o interaktiv təlim metodu dediyimiz, interaktiv təlim metodu nədir? İnteraktiv təlim metodu budur ki, müəllimə məşğələlərdə bir növ, necə deyim sizə, ən yeni təlim metodlarından istifadə etsin. Motivasiya mərhələsində şəkillərdən, illüstrasiyalardan, video çarxlardan istifadə etsin. Tətbiq etmədə rəngarənglik qata bilsin. Daha sonra nəzəriyyələrdən Emiliya nəzəriyyəsi olsun, Montessori nəzəriyyəsi olsun, Waldorf olsun, Frebel olsun. Bunları tətbiq edə bilsin. Onları möhkəm şəkildə bilə bilsin. Bu müəllimin qnostik bacarığıdır. Həmçinin belə nəzəri olaraq da deyim ki, yəni kitabda yazılan dillə özünün və yoldaşlarının təcrübəsini ümumiləşdirə bilsin. Elmi tədqiqat işlərində iştirak edə bilsin, psixologiyanı bilsin və ondan istifadə etmək bacarığına malik olsun. Bu müəllimənin qnostik bacarığıdır. Təşkilatçılıq bacarığı bizdən nə tələb edir? Təşkilatçılıq belə deyim ki, sizə bu gün qrupunuzda bir bayram, əyləncə, gəzinti, ekskursiya, hər bir şey müəllimənin, bunların hər biri müəllimədən təşkilatçılıq tələb edir. Gün rejiminin özü, gün rejimində olan fəaliyyətlərin ardıcıllığı,
Bunların hamısı da müəllimədən təşkilatçılıq tələb edir. Uşaqların ictimai işlərə cəlb etmək, bağçada uşaqların yaşlarına görə uyğun fəaliyyətləri, faydalı fəaliyyətlərə cəlb etmək, uşaqlar arasında düzgün vəzifə bölgüsünü aparmaq, onların boş vaxtını günün tələbləri səviyyəsində və səmərəli şəkildə təşkil etmək. Bu da müəllimənin təşkilatçılıq bacarığıdır. Bu da belə. Müəllimənin peşə bacarıqları da bunlardır. Bu dördünü bildinizsə, imtahanda bir sualınız hazırdır. Və inanıram ki, rahatlıqla seçə biləcəksiniz. Yəni, qnostiki də, təşkilatçılığı da, kommunikativi də və ən əsası konstruktiv bacarığı da. Burada da sual olan varsa verə bilər. Nərgiz müəllimə, sualınız var? Sual olan varsa versin. Çox sağ olun müəllimə. Çox Siz gözəl sağ olun. başa salırsınız, izah edirsiniz. Çox Siz sağ sağ olun, olun. minnətdarıq. Siz sağ olun. İndi keçək sual cavaba. Biraz da sual cavab edək sizləri. Aha, bəli müəllimə. Başlayaq. Keçən dəfə sizə alt standartları vermişdim. Səhv etmirəmsə, hə? Bəli müəllimə, bəli. Keçək alt standartlarla bir sual cavab edək. Birinci olaraq İlahə müəllimə, dövlətin təhsil alan və təhsil verən qarşısına qoyduğu minimal tələb nədir? Alt standartdır müəllimə. Aha, doğrudur. Məzmun standartı nədir? Nələrdən ibarətdir? Məzmun standartı müəllimə. Aha. Məzmun standartı məzmun xətti ilə qarışdırdım müəllimə. Məzmun standartı əsas və alt standartdan ibarətdir. Məzmun standartı nədən ibarətdir? Yəni, nələr var burada? Biliş və fəaliyyətdən müəllimə, biliş və fəaliyyətdən ibarət. Aha, doğrudur. Bilik hissəsinin necə, məsəl üçün deyirəm ki, fiziki hərəkətləri yerinə yetirir. Burada bilik hissəsi hansıdır? Fəaliyyət hissəsi hansıdır? Burada bilik hissə fiziki tərbiyədir. Fiziki hərəkətlərdə həll etməsindəki fəaliyyətdir. Aha, doğrudur. Desəm ki, uşaq yerişdən qaçışa, qaçışdan yerişə keçir. Bu hansı yaş dövrü üçün alt standartıdır? Yerişdən qaçışa, qaçışdan yerişə. Aha. Bir dəqiqə müəllimə. 2-3 yaş, yoxsa 3-4 yaş. Bəli, 2-3 yaş. 2-3 yaş, doğrudur. Desəm ki, uşaq konturdan kənara çıxmayaraq rəngləmə fəaliyyəti yerinə yetirir. Bu hansı əsas standart, hansı yaş qrupu? 3-4 yaşdır müəllimə. 3-4 yaşdır. Orta qrup. Yox, orta qrup deyil. Humay müəllim, orta qrup deyil. Konturdan kənara çıxmayaraq rəngləmə hansı yaş qrupudur? Böyük qrupdur müəllimə. Məktəbə hazırlıq. Konturdan kənara çıxmayaraq rəngləmə məktəbə hazırlıqdır. Bəs hansı əsas standartın tərkibindədir bu? Estetik yaradıcı. Yox. 1-1-4. 1-1-4-də nə demişdik? Kiçik motorikanın inkişafı. Yəni, birinci inkişaf sahəsinin birinci əsas standartının dördüncü alt standartı. Yəni, fiziki hərəkətlər yerinə yetirir. Əsas standartının dördüncü alt standartında yer alan alt standartlar uşağın kiçik motorikasını inkişaf etdirir və bu standartın məqsədi odur ki, mən zehni yorğunluq tələb edən bir məşğələ keçdiyim zaman uşağın o yorğunluğunu, o emosional gərginliyini aradan qaldırmaq üçün kiçik motorikanı inkişaf etdirmək məqsədi ilə rəsm verirəm. Rəsm dediyim də boyama ki, uşağın o gərginliyi, yorğunluğu aradan qalxsın və onun motorikası inkişaf etsin. Aydın oldu? Aha, bəli. Yaxşı. Topu ayağı ilə vurur. Bu hansı yaş dövrünə uyğun olar? 1-2 yaş müəllimə. Yox. Desəm ki, döşəmə üzərində deyirlədir, o 1-2 yaşdır. Amma 2-3 yaş. aha, 2-3 yaş, düzdür. Desəm ki, topu kürəciyi müxtəlif üsullarla atıb tutur. Bu hansı yaş dönəmidir? 3-4 yaş müəllimə, orta qrup. Aha. Yox, müxtəlif üsullarla. Onda 4-5-dir müəllimə, Bəli. müxtəlif üsullar. Müxtəlif üsullarla. Topu hədəfə vurmaq. Topu hədəfə vurmaq hansı yaş dövrüdür və hansı psixi proses olar? Məktəbə hazırlıqdır müəllimə. Hansı psixi proses olar topu hədəfə atmaq? Hansı psixi proses olar? O hafizə falan olardan Bəli. Baxın onlar. Bəli, diqqətlə. Yaxşı, məsəl üçün uşaqlara belə peşələr, şəkillər qoyuram qarşısına və deyirəm ki, burdan mənə həkim peşəsini tap.
Yəni həkim peşəsini adlandır. Görüm hansı həkimdir. Bu hansı psixi proses olar? Hafizə müəllimə, hafizə. Hafizə. Bəs desəm ki, 2 şəkil qoysam və desəm ki, 2 dənə həkim şəkli qoymuşam, birinin papağı yoxdur və soruşsam ki, uşaqlar sizcə hansı fərqlidir? Bu zaman hansı psixi proses olar? Diqqət müəllimə, diqqət Aha, edir də. diqqət olar. Yaxşı, daha sonra bir dənə uşaq qrup otağında oturub və pəncərəyə birdən-birə bir qaranquş qonur. Uşaq həmin qaranquşa yönəlir. Bu zaman hansı diqqətin növü aktivləşər? Bunu bilmədim müəllimə. Qeyri-ixtiyari diqqət özündən asılı olmayaraq uşaq artıq diqqətini yönləndirəcək pəncərədəki o qaranquşa. Bu olacaq qeyri-ixtiyari diqqət. Aha, bəs bir növ diqqətin keçiriciliyi haqqında məlumatınız varmı? Diqqətin keçirilməsi nə deməkdir? Yoxdur məlumatınız? Xeyr. Yaxşı, kimin məlumatı varsa səsi açsın, məlumat versin. Elə müəllimə də başa düşsün. Diqqətin keçiriciliyi nə deməkdir? Məlumatı olan müəllimələrdən Gülgəz müəllimənin çox güman ki, məlumatı var. Gülgəz müəllimə, əgər müsait bir yerdəsinizsə, səsi açın, izah edin. Nədir? Müəllimə salam. Salam Gülgəz müəllimə. Diqqətin keçiriciliyi nədir? Hər vaxtınız xeyir olsun müəllimə. Buyurun. Diqqətin keçirici olur ki, məsələn, uşaq birdən kitab oxuyan zaman, bir də məsələn, onun diqqəti yayınır da, diqqəti keçmir. Daha doğrusu o, məsələn, keçir rəsm çəkməyə və yaxud rəsm çəkdiyi zaman birdən-birə fikri kitaba yönəlir. Bu o zaman diqqətin keçiriciliyidir. Aha, düzdür. Diqqətin keçiriciliyi çətindir, yoxsa diqqətin davamlılığı? Hansı daha çətin bir proses olar sizcə? Diqqətin davamlılığı uşaq üçün çətin olar da müəllimə. Çünki diqqəti sonuna dinləyirsə, məsələn bir mövzunun sonunacan dinləyir də diqqətin davamlılığında. Bəli, düzdür müəllimə, düzdür. Hansı diqqət iradə tələb edir? Bir növ daxili güc hesabına uşaqda formalaşır. Hə müəllimə, Gülgəz müəllimə, bağladınız səsi. İxtiyari diqqətdən sonrakı diqqət olar müəllimə bu. Elə iradə tələb edirsə, elə ixtiyari diqqətin özüdür. İradəli olmalıyam ki, mənim diqqətim dərsin sonuna qədər müəllimdə olsun. Hə, ixtiyari diqqət. Belə bir qarışıq sual cavab edirəm. Belə bir sual verim sizə. Testdə desək ki, müəllimə uşaqlara müstəqil öyrənmə səriştəsini formalaşdırmaq üçün fərdi yanaşır. Razısınız bu fikirlə? Yəni müəllimə uşaqla fərdi məşğul olur. Müəllim uşaqla bəli, fərdi müstəqil Yəni öyrənmə uşaqda, bəli, səriştəsində müstəqil öyrənmə səriştəsini müəllim uşaqda formalaşdırmaq üçün uşaqla fərdi şəkildə məşğul olur. Bundan razısınız? müstəqil öyrənmədə müəllimə artıq uşaq özü müstəqil şəkildə yerinə yetirə bilir də onu. Bəli, yəni müəllim olmur, düzdürmü? Bəli, müəllim olmur. Artıq özü sərbəst şəkildə, məsələn, bu olur tətbiq etmə mərhələsində də, yəni uşaq artıq özü sərbəst şəkildə bunu yerinə yetirir. Vygotsky nəzəriyyəsindən aktual zona olur. Yəni burada da uşaq sərbəst şəkildə özü yerinə yetirdiyi zonadır. Belə bir cümlədə deyim sizə, deyir ki, texnologiyanın rəqəmsal savadlılıq səriştəmiz var da bizim. Orada belə bir məsəl üçün testdə qarşınıza çıxsa, deyəcək ki, texnologiyaların səbəbi uşaqlara təlim məqsədlərini mənimsətməkdir. Razısınız? Xeyr müəllimə, o texnologiyanın səbəbi uşağı mənimsətmək deyil. Yəni biz texnologiya ilə uşağa nəyisə öyrətmirik. Sadəcə onu möhkəmləndiririk. Yəni bildiyi biliyi möhkəmləndirmək vasitəsilə, yəni məqsədi ilə istifadə edirik. Yəni mən artıq o məqsədi uşaqda formalaşdırdıqdan sonra bir növ onu onda artıq möhkəmləndirirəm. Bu adlanır Möhkəmləndiririk. Bəli, möhkəmləndirmə. Bu adlanır artıq rəqəmsal savadlılığın məktəbə qədər sahədə istifadəsi. Aha, yaxşı, belə bir müsahibə sualı verim sizə. Deyəcəklər ki, Gülgəz müəllimə, uşaq kompüterdən, planşetdən ayrılmamaq üçün başlayır ağlamağa və yaxud da qumsu güşəsindədir, deyir mən yenə oynamaq istəyirəm və yaxud da güşələrdən hər hansısa birindədir, deyir mən yenə oynamaq istəyirəm. Nə edərsiniz?
Bunun üçün müəllimə biz əvvəlcədən uşaqlarla qayda prosedurlardan, yəni sinfin effektiv idarə edilməsində olan qayda Hı -hı. prosedurlar qoyuruq da uşaqlara. Məsələn, deyirik ki, qum güşəsində oynayarkən məsələn bu qum saatı bitənə qədər və yaxud bu məsələn uşaqlar məsələn dəqiqəni vaxtı bilmir, qum saatından Hı -hı. istifadə edirik də əsasən. Yəni bu bitənə qədər biz qum su güşəsində oynayacağıq. Yəni o bitəndə biz bunu yekunlaşdırmalıyıq. Yəni əvvəlcədən deməsə uşaq mütləq sonda ağlayacaq da, yenə istəyəcək ki, davam eləsin bu oyuna. Bəli, düz. Amma əvvəlcədən deyəndə artıq uşaq bilir Elə ki, bu əvvəlcədən müddətdə deməsi də bitməli. müəllimin hansı müəllim olmasının göstəricisidir? Proaktiv yoxsa reaktiv? Proaktiv müəllim, reaktiv müəllim sonradan məsələn və ya konflikt baş verəndə, uşaq məsələn ağlayanda sonradan Müdaxilə. məsələn ona nəsə problemi həll etməyə çalışan müəllimdir. Amma proaktiv müəllim əvvəlcədən problem yaşanmamışdan əvvəlcədən Düzdür, onun bəli. yollarını Doğrudur, bəli. Yaxşı. Bizim qanunun aliliyi prinsipimiz var idi müəllimə. Həmin o qanunun aliliyi prinsipi bizim didaktik prinsiplərimizdən hansına uyğun gəlir? Qanunun aliliyi Hı -hı. didaktik prinsiplər. Müəllimə tələbi yönümlü olar. Əla, bəli. Niyə görə tələb yönümlünü götürdünüz? Çünki yəni tələb yönümlü odur ki, yəni dövrün tələbidir. Bizdən tələb olunanda, yəni bu bizdən tələb olunur. Qanundakı, məsələn, qanunun aliyində də ki, bizdən tələb olunur da nəyə riayət etməklərimiz, məsələn, dövlətin konstitusiyasına, onun Bəli, öhdəliklər, beynəlxalq öhdəliklər olsun. öhdəliklərinə riayət eləməyimiz bu tələb yönümlü prinsip olar. Doğrudur. Yaxşı, onda elə prinsiplərdən danışmışkən, Montessori'də hansı didaktik prinsip qorunur? Hansı didaktik prinsip pozulur? Montessori'də dünyəvilik prinsipi qorunur, pozulur, uşaq yönümlü prinsip qorunur. Bəli, onda bir daha təkrar edək. Uşaq yönümlü qorunur, Uşaq dünyəvi yönümlü isə qorunur, bəli, dünyəvilik prinsipi pozulur. Çünki doğru. Montessori deyir ki, bioloji konsepsiyanın, Bəli, bioloji. məsələn, Bəli, yəni kognitiv konstruktivizmin tərəfdarı idi. uşaq deyir, məsələn, necə doğulursa, Bəli. məsələn, bir uşaq rəssam kimi doğulsun ki, deyir, mən onu bir rəsm çəkməyə bacarsın ki, mən onu rəssam kimi yetişdirim. Doğru. Biolojini əsas genlərdən gəlməyə Genlərdən. əsas tuturdu da ona görə. Bəli. Bəs hansında dünyəvilik qorunur? Dünyəvilik qorunur, Waldorf nəzəriyyəsində müəllimə. Bəli, doğrudur. Elə orada mədəni müxtəlifliyə hörmət səriştəsi də var idi, düzdürmü? Bəli. Mədəni müxtəlifliyə hörmət səriştəsi də var idi, düzdür. Təhlükəsiz təlim şəraitlə təmin olunmaq kimin hüququdur? Təhlükəsiz təlim şəraitinin uşaqların hüququ. Daha sonra elmi dərəcəsini yüksəldib ixtisasını artırmaq. İxtisasını artırmaq müəllimin hüququdur. Bəs desəm ki, ixtisasını artırıb elmi dərəcəsini yüksəltmək? İxtisasını artırıb elmi dərəcəsini yüksəlmək vəzifəsi. Bu vəzifədir da müəllimə. Bəli, bu artıq vəzifəsidir, düzdür. Bəli. Daha sonra desəm ki, dövlətin təhsil şəraiti ilə təhsil alanları təmin etməsi. Bu müəllimin vəzifəsidir. Yox, dövlətin vəzifəsidir bu. Dövlətin vəzifəsi onun müəllimin hüququdur. Bəli. Bəs müəllimə, uşağın vəzifəsi var sizcə? Uşağın vəzifəsi odur ki, müəllimə ev tapşırıqlarını yerinə yetirsin, yoldaşları ilə. Bəli, var, müəllimələr var, yoxdur. Yoxdur yazmayın, yəni var. Var. Uşağın vəzifəsi, bu gün siz bir rəsm verirsiniz uşağa, uşaq onu evdə tamamlamalıdır. Bu onun vəzifəsidir. Var da müəllimə, axşamınız xeyir, sözdə var da vəzifə. Bəli, sözdə var, yəni amma yəni deyilir ki, var. Yəni yoxdur deyənlər bir növ yalan bir şeydir, var. Yəni testdə birdən qarşınıza çıxsa, var. Daha sonra gün rejimi ilə maraqlanmaq. Gün rejimi ilə maraqlanmaq. Başa düşmədim mən. Gün rejimi ilə maraqlanmaq kimin hüququdur və yaxud da vəzifəsidir? Valideynin hüququ olar. Düzdür, bəli. Təhsil müəssisəsinin idarəsi ilə bağlı olaraq könüllü təkliflər irəli sürmək. Könüllü təkliflər, bu da valideynin hüququdur.
Bəli. Desəm ki, bağça ilə əməkdaşlıq etmək. Vəzifəsidir valideynin. Yox. Bağça ilə əməkdaşlıq hüququdur. Amma desəm ki, bağça kollektivi ilə əməkdaşlıq. Bu artıq onun hüququ. Kollektiv vəzifəsidir. Bəli, kollektivlə vəzifəsidir, amma bağça ilə əməkdaşlıq, bağça ilə əməkdaşlıq niyə görə hüquq olur sizcə Gülcəz müəllimə? Məsələn, hər hansı bir layihələrində iştirak etmək, məsələn, ona könüllü yardım Bəli, etmək. könüllü yardım etmək. Məsəl üçün, hər hansısa bir valideyn sizə gətirib pul verir, uşağına məsəl üçün qarşı sizin o məsuliyyətinizi hiss edir və gətirir sizə pul verir. Onu qəbul edərsiniz, yoxsa yox? Müəllimə, valideyn məsələn, müəllim götürə bilər də, yəni o könüllü məsələn yardım edirsə, Bəli. tələb etməli deyilik ki, bizə məsələn gətir, hörmət elə. Amma könüllü şəkildə verirsə, yəni bu götürə bilər müəllim. Götürə bilərsiniz. Bəli, orada artıq Qəbul heç edə bir bilər, pozuntu bəli. deyil. Çünki kimsə onu çəkib belə yuxarı orqanlara göstərsə, valideyn desə ki, bu mənim hüququmdur və mən hüququmdan istifadə edirəm. Bəli, icazə var müəllimə. Mən hüququmdan istifadə edirəm. Onda artıq heç bir kəs sizə heç nə deyə bilməz. Çünki o valideynin hüququdur. Bəli, könüllü yardım etmək onun hüququdur. Amma yetər ki, o bəzi səs qeydləri yayıldı, müəllimələr pul yığırlar. Elə bir şeylər olmasın. Yəni onu valideyn öz ürəyindən. Yəni biz onu məsələn istəyə bilmərik, amma özü gətirib verə bilirsiniz. Bəli, onu özünün gətirib o könlündən qopan payı sizə verməsi artıq onun hüququdur. Aha, uşaqlar arasında bir konflikt baş verir və bu konflikt bir müddətdir davam edir. Buna baxmayaraq tərbiyəçi heç bir addım atmır, heç bir tədbir görmür və bunun nəticəsində uşaqlar təlim prosesindən yayınır. Bu zaman hansı prinsip pozulur? Hansı prinsip pozulur? Konflikt zamanı heç bir məsələn Konflikt hansı prinsipdə idi? Hansı prinsipin açar sözüdür ki, konfliktdə gördüyümüz zaman bu prinsipi rahatlıqla götürürük? Yox. Uşaq yönümlü. Dəstəkləyici mühitin, sağlam psixoloji. Bəli, sağlam psixoloji mühitin pozulması. Müəllim demək istəyirdim. Hə, odur, Aytən müəllimə. Tərbiyəçi düzgün əks əlaqə uşaqlara verdikdə bu zaman hansı prinsip qorunur? Yəni düzgün şəkildə İnkişaf yönümlü. Aha, düzdür. Tərbiyəçi qrupdakı uşaqlara çətinlik səviyyəsi eyni olan tapşırıqlar verib həll etmələrini tələb edir. Bu zaman hansı prinsipi pozur? Bu diferensiallığın pozulmasıdır müəllimə. Diferensial. Təlimdə bərabər imkanlar ola bilməz. Müəllim, bərabər imkanlar. Eyni təhsil mühiti, amma müxtəlif təhsil imkanı olmalıdır. Yəni eyni şərait, amma eyni təhsil mühiti, bəli, bərabər imkanlardır, düzdür. Bəli. Sonra ilin sonunda uşaqların əldə etməli olduğu bilik və bacarıqların məcmusu hansı prinsipdə öz əksini tapır? Nəticə yönümlü. Doğrudur. Daha sonra uşağın tapşırığını yoxlayan tərbiyəçi konkret yollar göstərmədən gələn dəfə daha yaxşı nəticə göstərə biləcəyini vurğulayır. Bu hansı prinsipi pozur? Bu inkişaf yönümlülüyü pozur da. Bəli, inkişaf yönümlülükdür, düzdür. Boşuna müəllimə uşağı dəstəkləyir də onu. Bəli. Müəllimə, problem həll etmə səriştəsi haqqında bir ümumi məlumat verin. Görək, problem həll etmə səriştəsini hansı açar sözlərindən tapırsınız? Problem həll etmə səriştəsində məsələn hər hansı problem qoyulur. Uşaqlar həmin problemin həll yollarını özləri məsələn tənqid problem özləri tapırlar da həmin yolları. Problemin özləri həll yolunu tapırlar. Yəni çətin vəziyyətlərdən çıxış yolu tapmaq kimi, hə? Bəli, sonunda özləri problem həll etmənin də sonu gəlir qərar qəbul etmə səriştəsinə çıxır. Bəli, doğru. Çünki uşaqlar sonunda qərar qəbul edirlər. Müəllimənin əmr verməsi hansı səriştənin tələblərini pozur? Yəni uşaqda hansı səriştənin yaranması? Qərar qəbul etməni. Aha, doğrudur. Daha sonra kollektiv işləməyə bacarıramsa hansı səriştədir? Əməkdaşlıq. 4K-nı da elə sadalayın bir dənə. 4K bacarığı demək kommunikativ, kooperativ, kritik, kreativ. Bunlar məsələn bir uşaqda formalaşıbsa, yəni
bu bir liderlik, məsələn, lider uşaqdır, bu müasir, yəni bütün inkişaf etmiş bir uşaqdır, yəni təfəkkürü inkişaf etmiş bir uşaqdır. Yəni bu 4 kanun formalaşması uşaqda. Aha. Yaxşı, müəllimə. Biraz da demokratik təhsil, avtoritar təhsil haqqında da bir dənə məlumat verin. Demokratik təhsildə müəllimə bu, yəni ki, uşaq yönümlülüyün açar sözləridir. Yəni uşaqlara seçim vermək, uşaqlar özləri qərar qəbul edirlər, özləri hər işin öhdəsindən gəlirlər. Yəni uşaq yönümlülüyün açar sözləri demokratik təhsildədir. Avtoritar təhsildə yəni müəllim yönümlüdür. Artıq burada müəllim nə deyirsə bir sözdən məsələn o olur. Yəni müəllimin sadəcə uşaq burada dinləyici olur. Yəni Obyekt gözündə baxılır, hə? Subyekt, obyekt. Dinləyici. Bəli, subyekt formasında uşaq yönümlüdür. Subyekt, obyekt isə avtoritar bürokratik rejimin tələbləridir. Nəsihət vermək, məsləhət vermək hansını götürək? Demokratik üsluba, hansını götürək? Avtoritar üsluba. Nəsihət vermək bürokratikdir, məsləhət vermək demokratik üslubdur. Niyə görə nəsihət verməyi? Yəni mən nəsihət verərəm, özü seçim edir, özü qərar verə bilir, özü seçim edir. Amma nəsihətdə artıq mən bu nəsihət verirəm ki, yəni sən bunu mütləq eləməlisən də. Yəni bəli, artıq orada bir məcburiyyət var. Düzdür. Bəli. Doğrudur. Təşəkkür edirəm müəllimə, var olasınız. Sağ olun, çox sağ olun müəllimə, siz var olun. Daha sonra Əhməd yazılan profil. Bəli. Axşamınız xeyir müəllim, adınızı bilmək olar? Axşamınız xeyir. Adım Aytən. Aytən müəllimə. Siz bizə danışın müəllimə. Peşə nüfuzunu möhkəmləndirmək müəllimənin hansı etik davranış prinsipidir? Peşəkarlıq və fərdi məsuliyyət. Yox. Peşə nüfuzunu, nüfuz hansı prinsipin açar sözüdür? Nüfuz. Peşə nüfuzunu möhkəmləndirmək hansı etik davranış prinsipi? İctimai etimad. Bəli, ictimai etimaddır, düzdür. Sonra ictimai etimad haqqında indi biraz geniş məlumat verin ki, ictimai etimad nədir? Testlərdə, situasiya tipli testlərdə necə tapırsınız ki, bu ictimai etimad prinsipidir? Müəllim işlədiyi kollektivi testdə tapıram müəllim, amma belə deyə bilmirəm. Amma müsahibə üçün nitqimiz də lazımdır müəllimə. Kütləvi informasiya deyil. Vasitələrinə düzgün, dolğun şəkildə məlumat vermək. Məlumat vermək. Sonra müəllim adını bəli, sonra başqa nələr var? Müəllimə məsəl üçün hər hansısa bir səhv addım ata bilər, səhv fikir söyləyə bilər. Onu tez bir zamanda aradan qaldırmağı bəli, bacarmalıdır. Məsəl üçün loyallıqda da bir növ ictimai etimadla bənzəyir, amma fərqli cəhətləri var. Deyə bilərsinizmi fərqli cəhəti nədir? İctimai etimadda necədir, loyallıqda necədir? Loyallıqda necədir? Müəllim yoldaşlarına işlərinə nəsə bir tənqidi fikirlərdən, tənqidi mülahizələrdən çəkinməlidir. Həbsin izahını verin. Verin, verin Aytən müəllim, olar. Elə ikiniz Aytən müəlliməsiz deyin. Aytənlər bəli. İctimai etimad odur ki, müəllim peşə nüfuzunu möhkəmləndirməlidir. Müəllim adına, müəllim şərəfinə hər hansı bir xələl müəllim şərəfinə yaxud da ki, ləyaqətini uca tutmağa borcludur. Yəni ki, öz şərəf və ləyaqətini uca tutmalıdır. Və o hər hansı bir nəsə bir yanlışlıq edərsə, davranışı ilə bağlı hər hansı bir proses baş verərsə, onu həmən aradan qaldırmalıdır. Yəni ictimai etimadın bərpasına çalışmalıdır, belə deyək. Və eləcə də ki, yəni kütləvi informasiya vasitələrini düzgün məlumatlandırmalıdır. Yəni ki, yanlış məlumat verməməlidir. Loyallıqda isə nədir? Loyallıqda isə bundan ibarətdir ki, yəni ki, müəllimin əsas burada hər hansı bir peşə fəaliyyətinə aid olmadığı hər hansı bir müəssisə haqqında olsun da, əgər orada nəsə bir
qanunsuz hal baş verərsə, yine onun haqqında tənqidi fikirlər söyləməməlidir. Məsəl üçün hər hansı bir müəssisə haqqında, hər hansı bir kimsə haqqında tənqidi fikir söyləməməlidir. Yəni ki, peşə fəaliyyətinə xələl gətirən çıxışlar etməməlidir. Məsəl üçün burada xələl sözü açar sözü loyallıqda əsasən. Məsəl üçün mən deyirəm ki, tutaq ki, bu günlərim telefon var da, kitabxanalar nəyə lazımdır? Mən bir növ kitabxananı tənqid etmiş oluram. Yəni onları bir cür belə deyim də aşılamış oluram, aşağılamış oluram ki, bunlar nəyə lazımdır? Yəni loyallıqda belə deyim də Aytən müəllimə, loyallıqda biz bir tədbir görmürük. Sadəcə susa bilirik. Məsəl üçün bizim bir həmkarımız bizim yanımızda müəssisəni pisləyirsə mən susacağam sadəcə, ona qoşulmayacağam. Amma ictimai etimaddaysan mən bir ön tədbir, bir bərpaya çalışmalıyam ki, bəli, onu aradan qaldırmağa çalışmalıyıq. Yəni səhvimizi aradan qaldırmalıyıq da belə deyək. Bu artıq ictimai etimaddır, doğrudur. Aha. Sonra konfidensiallıq bəs nə olan şeydir? Konfidensiallıq gizlilikdir. Bir uşaq haqqında nəsə biliriksə, onu başqalarının yanında deməməliyik. Bəs yaxşı, bağça haqqında danışmağımız, bağça haqqında danışmağımız loyallığı, yəni sadiqliyi pozursa, bəs bağça haqqında danışmaq konfidensiallığı pozmur? Onda konfidensiallıq müəllimə. Nə müəllimə? İlahə müəllimə, nə? İctimai getmir. Yox. Haqqında danışır. Bağça haqqında danışır. Pozur əslində. Bağçanın daxilində olan məsələlər, ümumiyyətlə kollektiv daxilində olan məsələlər kollektiv daxilində də qalmalıdır. Yəni kənara çıxartmaq o dərəcədə yəni mümkün deyil. Bəli. Yəni mən artıq bir növ iş sirri deyilir də ona, iş sirri. Yəni pedaqoji kollektivin sirri, ailələrin sirri, belə sirləri danışmıramsa, bu da konfidensiallıqdır. Amma müəssisə haqqında mənfi danışmırıqsa, bu zaman loyallılıqdır. Amma müəssisə haqqında mənfi danışmıramsa, bu loyallıqdır. Aha, daha sonra qərəzsizlik. Testlərdə gördünüz ki, qərəzsizlik prinsipi yoxdur. Yəni verib məsəl üçün cavabda ki, daha doğrusu situasiyada verib ki, müəllimə uşaqlara təlimdə bərabər imkanlar yaradır, müəllimə uşaqlara tərəfsiz yanaşır, amma cavabda qərəzsizlik yoxdur. Mən nə götürüm? Qanunudur da müəllimə. Yox, vicdanlıqdır. Bəli, vicdanlıqdır. Niyə görə vicdanlıq? Çünki insanın qərəzsiz davranması üçün onda bir vicdan olmalıdır. Bəli. Mən əgər bir uşağa tərəfsiz, yəni onun ailəsi tutaq ki, mənə qarşı, mənə yolda gedəndə salam belə verməsə, mən onun heyfini bir növ uşaqdan çıxmıram. Çünki uşağa nə günahı var axı? Mən artıq burada vicdanla davranıram. Əgər cavabda qərəzsizlik yoxdursa, mən rahatlıqla vicdanlılığı götürəcəm. Bəs məsəl üçün verib ki, müəllimə təlimdə yeni şəraitlərdən, yeni üsullardan, yeni təlim imkanlarından istifadə edir, amma cavabda peşəkarlıq və fərdi məsuliyyət yoxdur. Nə götürüm? Qanun alili. Yox. Yox, qanun alili deyil. Bir də təkrar edin müəllimə. Aha, testdə verilib ki, müəllimə uşaqlara qarşı, daha doğrusu təlimdə yeni interaktiv təlim metodlarından istifadə edir, dərsini bir növ keyfiyyətindən keçir, amma cavabda peşəkarlıq və fərdi məsuliyyət yoxdur. Mədəni davranış götürə bilərik də, ancaq müəllimə. Başqa nə ola bilər? Vicdanlılıq. Vicdanlılıq, keyfiyyətli və səmərəli. Keyfiyyətlə və səmərəli. Bəli, keyfiyyətli və səmərəli. Bu da belə. Daha sonra müəllimələr biraz da danışaq nədən? Biraz da danışaq psixi proseslərdən təfəkkür haqqında. Aytən müəllimə, danışın. Cimi, biraz yavaş. Səsin düşür aləmə. Təfəkkür. Aha, danışın. Nə idi təfəkkür? Təfəkkür idraki bacarıqdır. Təfəkkürün açar sözləri nələrdir? Testdə necə tapırsınız?
idrak, eynilik, fərqlilik seçmək. Aha, aha. Təfəkkürün neçə növü var? Hı. Əyani əməlli, əyani obrazlı, bir də məntiqi sözlü. Məntiqi sözlü, bəli. Aha. Əyani əməli təfəkkür haqqında məlumat verin. Hansı açar sözlərlə tapırsınız ki, bu əyani əməli təfəkkürdür? Əyani əməli, Mhm. əyani olur da, əlində vəsait olur. Məsəl üçün rəsm Əşyaları çəkmək, toplamaq, rəsm çəkmək yığmaq, əyani əməlidir, götürmək. yoxsa əyani obrazlı? Əyani obrazlı, Mhm. Yapma. əyani əməli. Aha, doğrudur. Uşaq çöldəki əşyalara baxıb və yaxud da qrup otağındakı əşyalara baxıb fikrini şərh edir. Məntiqi sözlü, Mhm. Uşaq heyvanları beynində canlandırır. beynində obrazlı. Mhm. Daha sonra uşaq əşyaları, konstruktor oyuncaqlarını yığır. Göstərməm, əyani əməli. Aha. Elə müəllimə, konstruktor demişkən, konstruktor oyunu ilə quraşdırma fəaliyyətinin oxşar və fərqli cəhətləri nələr olar? Quraşdırma. Mhm. Onu mən Cavab vermək istəyən var? Fərqli. Konstruktor oyuncağı ilə quraşdırma. Aha, deyin. Hər ikisi müəllimə yaradıcılığı özündə əks etdirir. Oxşar Aha. cəhətlər odur. Amma o fərqli cəhəti odur ki, konstruktor oyunu oyun kimi verilir. Bu günün ikinci yarısında əsasən Aha, bundan axşam istifadə olunur. Amma fəaliyyəti quraşdırma deyirik. fəaliyyəti məşğələ fəaliyyəti olduğuna görə Mhm. günün birinci yarısında Mhm. yəni quraşdırma fəaliyyətindən istifadə olunur. Hər ikisi əməli fəaliyyətdir. Yəni uşaqların estetik zövqünü inkişaf etdirir. Aha, doğru. Yaradıcılığıdır, təxəyyülüdür. Mhm, düzdür. Onu bir daha təkrar edək. Deməli, axşam fəaliyyəti olacaq konstruktor, səhər fəaliyyəti olacaq quraşdırma, təsviri metodika olacaq quraşdırma, asudə vaxtın təşkili olacaq konstruktor, oyun fəaliyyəti konstruktor, təlim fəaliyyəti quraşdırma. Oyun məqsədlərinin yazılması, qurulması olacaq konstruktor, məşğələ məqsədinin yazılışı isə olacaq quraşdırma. Düzmü dedim? Gülgəz müəllimə, düzmü dedim? Bəli, müəllimə, bəli. Aha, əla. Daha sonra keçək biraz da yaxşı tüklü fakturası ilə oriqaminin fərqi nə olar? Tüklü fakturası böyük qrupdadır, oriqami orta qrupdadır. Aha, başqa. Başqa. Hansı sensor mədəniyyət? Oriqami Hansı sensor mədəniyyət olar? Hansı bir intellektual keyfiyyətlər olar? sensor mədəniyyəti, Hansının sensor oriqami, mədəniyyət? Yox, tüklü fakturası. oriqami. Sensor mədəniyyət tüklü fakturasıdır. Orqanlı amma idrakdır. Bəli, intellektual Yəni, keyfiyyətlərdir. Bəli, idraki fəaliyyətdir. Bədii fəaliyyətdir hansı? Tüklü, Aha, bədii fəaliyyəti tüklü Orqan. fakturası, bəli. Yox, tüklü fakturasıdır bədii fəaliyyət. Təxəyyül. təxəyyül, oriqami. Yox. Elə idraç dedik axı oriqami. Onda olacaq təfəkkür. Oriqami olacaq təfəkkür. Tüklü fakturası olacaq təxəyyül. Əlavə olaraq heç nədən istifadə etmirik. Oriqami, Bəli. Hansında diqqət var? diqqət, Mhm. oriqamidə. Əla. Hansını da riyaziyyatla inteqrasiya edirik? Riyaziyyat, oriqamini. Əla, bəli. Təşəkkür edirəm Aytən müəllimə, çox sağ olun.
Var olun. Sağ olun. Çox sağ olun. Müəllimələr, bir dəqiqə səsləri bağlayın. Bu həftəlik bu qədər. İnşallah gələn həftə görüşənə qədər. Sadəcə inşallah indi video YouTube'a yerləşsin. Video izləyənlərdən bir xahişim var ki, YouTube'a abunə olmağı unutmayın ki, belə videolar davamlı olaraq gəlsin. Təşəkkür edirəm hər birinizə, var olasınız.